Sabahınız xeyirli olsun. Bugün fevralın 25'idir ve yeniden səhər saatlarında sizinle bir yerdəyəm ben. Yeniden sizinleyik. 2 gün biraz geç rolikleri çekti. Yüzlerle müracaat olundu ki yazdınız ki biz səhər tezdən alışmışıq ki saat 9'da 8'de sizi dinleyək və əməliyyatları icra edək. Əzizlərim, yəni daha tez istəyirsinizsə biz səhər saatlarında artıq Signal kanalında paylaştık. En azından hardasa bir 20'den çok signal paylaştık Signal kanalında. Gəlin dünəndən danışaq. Dünən qızıl nə idi? Dünən qızıl satış əməliyyatlarından 5155'lərdən gəldi. 60 dolarlık bir eniş oldu. Sonra burada canlı yayımda biz 5120'lərdən alış əməliyyatları açtı ve 40'lara take profit koydu. 20 dolara qalxışla mükemmel bir netice verdi. Bugün ne olacak? Yani erken alışlar 5190'lardan gelecek. Artık esas paylar ise 5200'lerden gelecek. Yani bu esas paylara üstünü verseniz daha yaxşı olar. Yani səhər saatlarında artık biz deyək ki icra etdi. Yani 5190'lardan daha erken alışlardır. Esas alışlar ise 5200'lerdendir. Yani hedefler hansı nöqtəni göstərir ve biz hansı nöqtələrə fokuslanmalıyıq. Qarşıda bildiyiniz kimi 5323'lər, 5430'lar, 5528'lər var. Biz səhər saatlarında YouTube kanalında da var. Qafar İmamverdiyev yazın. Orada biz grafik üzerinde analizleri vermişik ve biz 3 əməliyyat icra etmişik. Onlardan birinin take profitini koymuşuq 5120'lərə, ikincisini koymuşuq 5220'lərə, 5250'lərə, üçüncüsünü ise 5325'lərə koymuşuq. 25'lər bir dəqiqə mən dəqiqləşdirim. Neçədir bu? 5325'lərə, bəli. Və təbii ki alternatif senaryoda biz satış əməliyyatlarını əsas erkən satışlar 5160'lardan, əsas satışlar isə 5130'lardan gələcək. Yəni alternatif senaryo mütləq olmalıdır. Keçək biz Bitcoin'e. Bitcoin'de neler baş verəcək? Yəni Bitcoin bildiyiniz kimi səhər saatlarında sürətlə yuxarı doğru istiqamətə davam etdirdi. Amma növbəti alışlar 66.200'lərdən gələcək. Satışlar isə Bitcoin'dən 65.000'lərdən gələcək. Ethereum'da da eyni səhər saatlarında qalxışlar oldu. Yəni bugün təbii ki az korreksiyalar verəcək. Euro dolar, funt dolar gəldi isə alışlar euro dolardan 1.18'lər, satışlar ise 1.17-600'ləri göstərir. Funtun dolar rəqabətində isə alışlarımız 1.35-300'ləri göstərir. Satışlar, yəni əsasən də satışlar daha yaxşı olardı ki 1.34-800'lərdən verəsiniz. Digər cütlülərə gəldidə isə əsasən də Nasdaq, S&P, Dow Jones, DAX-lardır. Yəni bunlar ümumiyyətlə hələ ki yuxarı doğru istiqamətdən davam etdi. Signal kanalında parametrləri vermişik. Belə vaxtımız azdır. Neftə gəldidə isə neft qaldı. Neftə gəldidə isə neft haqqında da məlumatı verim sizə. Alışlar deməli 72'lərdən gələcək alışlar, satışlar isə 71-35'lərdən. Bir həftədən sonra neftin kəskin qalxışı haqqında məlumatı verdim sizə. Yəni bir həftədən sonra demək neft sürətlə yuxarı doğru istiqaməti hansı hədəflərə gedib çatacaq? Yəni hədəflər müəyyən edim 80.000-ə və 83.000-ə qədər, yəni hətta yəni 92.000-ə qədər qalxması gözlənilir. Əsasən də qaçılmaz hədəf olaraq 83.050'lərdir. Bunu kaçırmayın. Hələlik görüşmək ümidi ilə sağ olun.